Bir salih insan deyir ki, mənim üçün bir məsələ çətinləşmişdi. Ailəmlə bağlı bir problemim var idi. Atamı yuxuda gördüm və mənə belə dedi, gözəl yuxu yozmaq olar. Musa Peyğəmbərin duasını et. Nə demişdi? Ey Rəbbim, mənə göndərdiyin nemətlərə görə sənə ehtiyac içindəyəm. Yəni, sənin göndərdiyin, verdiyin hər nemətə möhtacam. Nə gözəl bir dua. Qəsəs surəsi 24-cü ayə. Bu ayəni davamlı olaraq oxudum. Rabbi inni limə ənzəlt iləyyə min xayrin fəqir. Ey Rəbbim, mənə nazil edəcəyin və verəcəyin hər xeyrə möhtacam. Bir neçə gün keçməmişdi ki, işlərin heyrətamiz şəkildə asanlaşdı. Çünki bu ayədə şükür, acizlik, dua məhfumunu özündə birləşdirən möcüzəvi bir sözlər vardır. Bu dua Musa Peyğəmbərin aleyhissalam etdiyi duasıdır. Sıxıntı, ehtiyac və çıxılmazlıq anında səmimi şəkildə oxunduğunda Allahın yardımı və ruhusunun gəlməsinə səbəb olur.